Bu qətlin səbəbi nə oldu sizcə? Siz necə düşünürsünüz? Ümumiyyətlə, qardaşınızla bu adam arasında əvvəldə hər hansı bir narazılıqmı, davamı, hər hansı bir münaqişəmi olubmu, eşitmişsiniz? Yəni bununla bağlı istərdim bir danışasınız ki, necə oldu axı bu gəldi Bu qətlə? insan qardaşımın yanında 5-6 ayda işləyirdi. 5-6 ay müddətində heç nə olmadı. Son bir ayda sadəcə bu xırda, çox böyük olmayan xırda, biz bildiyimiz xırda pul məsələlərinə görə arasında narazılıq olub. Bu insan da gedib özünə ayrıca şirkət açıb. Qardaşım da deyib ki, şirkət açmısan, uzaqlaşaq da, yəni bir-birimizdən uzaqlaşaq. Portal deyilən bir şey var, oradan adını çıxardıb. Bu da indi bir gün əvvəl də qardaşımla aralanda çox ciddi telefon mübahisə olub. Qardaşımı çağırıb. Qardaşım da söhbətə çağırıb, elə bilib ki, ofisdə olacaq. Amma biraz sakit yerə, avto dayanacağa çağırıb. Orada da əvvəlcədən planlaşdırdığı, aldığı, üstündə gətirdiyi bıçaqla 7 dənə bıçaq zərbəsini elə yerində də qətlə yetirib. Araşdırma gedir. Yenə də deyirəm, mən dövlətimizə də, qayda qanunlarımıza da inanırıq. İnşallah hüquq mühafizə orqanları ədalətli qərar çıxardar. Yəni biz demirik ki, mənim qardaşımın başına gələn onun da başına gəlsin. Sadəcə bu cinayətçi öz cəzasını layiqincə çəksin, layiqli cəzanı alsın. İstədiyimiz budur. Nə artığını istəyirik, nə əksiyini. Ümumiyyətlə, barışıq varmı, şikayətçi? Yox, barışıqdan söhbət gedə bilməz, ancaq şikayətçi bu işin axırına qədər də yəni gedəcək. Başqa söhbət ola bilməz.